Salam dostlar, mən Elnurx. Bu gün sizlərlə birlikdə təzə gəlmiş, yəni ki, təzə gələn bir güncəlləmədən danışacağıq. O bəlli bir güncəlləməsi gəldi və hal-hazırda səhər tezdəndir. İndi bunu daha tez çəkə bilərdim, prosta ki, indi vaxtım olmadı. Nəsə, indi gəlin güncəlləmədən danışaq. Uşaqlar, güncəlləmənin arxa planı belədir. Qış güncəlləməsindən bilən qədərilə gəlişdəki burada belə baxıram. Yəni ki, burada indi ödüllər, zadlar verir, nə bilim nəsə. Amma ki, burada silahlar verir, silahlar məndə var. Heyif ki. Verdi koftadakı, yəni normalni koftadır. Yəni çox qəşəng koftaları. Ondan sonra mən bilən qədərilə güncəlləmə ilə bir dənə də Evo gəlibdir. Detallara girək. M60 Rüya Kıran Evosu. Yəni buna normal deməyən, yəni oyundan başı çıxmayan insanlardandır. Çünki yəni demək olar ki, oyuna gələn ən normalni Evolardandır da, yəni. Yəni belə bir şey yoxdur da, yəni çox normal Evodur. İndi çıxartmağa çalışa bilsək çıxardacağıq. Bir dənə gözləyin 2 dəqiqə bizi narahat etməyə. Oyaq, aha. Çıxarda bilsəm çıxardacağım indi Evo kartında da. Buradakı şey gəldi, artıq bilirsiniz ki, dəyişdi bunlar. Yəni ki, bilin. Buradakılar dəyişdi, artıq bunlardır. İşte görevlər də çox qəşəngdir, şəxsən xoşuma gəldi mənim də. Bir də təzə adı nə idi bunun? Seyirli küpü də gəlib də, seyirli küp. İndi məndə seyirli küp var. Gəlin sizdən bir yerdə bir dənə bunu alamaq fikrim istəyirəm. İstəyirəm bunu alım. Yəni ki, görürüm. Qəşəng bir dənə baxım təzən ətraflı. Ondan başqa xoşuma gələn olsa onu alacağım. O maskasına görə xoşuma gəldi, açıqcası. Halloween gəlib deyə Halloween'a görə şeylər də sallar. Bax, bu da ola bilər. Prosto ki, yox. Yox, onu alacağım. Bunu alacağım uşaqlar. Gəlin birləşdirək. Onsuz, yəni təkcə belə deyil də, yəni başqa şeylər də alacağım. Yəni çoxaldacağım keyli küpləri, əlimdən gələn qədər paltarlar alıb hesabın içindəki paltar dəstlərini çoxaldacağım. Gəlin alaq. Deməli belə. Normaldir da, yəni pis deyil. Normal nedir, pis deyil. Təzə kofta gəldi həm də şeyimizə. 200 olacaq. 200 olanda təzə videonu çəkəcəm, narahat olmayın. 200 olanda yadımda qalsa 200 videosunu çəkəcəm. Bir də ki şey gəlibdi, silah gəlibdi. Yəni bu da çox normal bir silahdır da. Özəllikləri şarjördən mənzil. Yəni bildiniz daha nə demək istəyirdim. Çox normaldir. Aklama duyurusuyla bu da göstər, bir də yüksəltmə özəllikləri. Yəni çox normal bir şeydir. İndi bunun da videosu gələcək, narahat olmayın. Yəni bunu da çıxardacağıq, belə qalmayacaq. Ondan sonra nağaracağıq. Elə bu qədərdir də mən bilən qədərilə. Bu qədər. Gəlin bir dənə bəxtaxoda çevirək, bəlkə çıxdı ya. Sizin bəxtinizə bəlkə çıxdı. Evo kasası məncə yenilənəndə 3 günüdür. Onu verəcək. Mənim fikrimcə təzə M60 verəcək. 27 dəfə çevirmişəm. Yəni ki bir 10 elə bir dənəsində elə bir şey çevirəcəyik, artıq çevirəcəyik. Yox. Baxın, hətta 3 dənəsində 30-30-90, bir də ki 5-5-5, hə. Belə fason bir şey olacaq. Yəni 4 dənə 5'lik çevirəcəyik, 3 dənə ki 30'luq, bu qədər. 3 dənə təhlil çevirəcəyik və alacağıq bir dənə Evonu. Elə bu qədər, videomuz bura qədərdir uşaqlar. Videomuza like atıb abunə olmağı yaddan çıxartmayın. Sağ olun, görüşənədək. Gələn videolarda izləməyi unutmayın.